Son vaxtlar Azərbaycanda mənzil tikintisi ilə məşğul olan şirkətlərdən şikayətlər səngimək bilmir. Həmin şikayətçilərdən biri də Səbinə Məmmədovadır. O, Yeni Ailə MMC tikinti şirkətindən şikayətçi olduğunu bildirir. Səbinə Məmmədova, deməli 2018-ci il 4 oktyabrda Yeni Ailə tikinti şirkəti ilə biz müqavilə bağladıq. Dediklərinə görə pilot layihə idi, amma mən dəqiq bilmirəm, çünki mənə göstərməyiblər onlar pilot layihə olmadığını. Müqavilə bağladıq ki, 24 ay ərzində onlar mənə deməli evin yerinə 58.13 kvadrat ev verəcəklər və 44 kvadrat metri götürüb. Deməli, ondan başqa qabağında nə boyda da sahəsi var idi da evin. Deməli, altdan 2 quruşu artırmışdım, mən artırmamışdım evi. Onun əvəzində 58-13 verəcək. Ondan sonra onlar 24 ay keçəndən, həmin vaxta qədər də bunlar təhvil təslim edənə qədər də mənim elə bil ki, kira haqqımı verəcəklər ayda 500 manat olmalı. Onlar deməli 2021-ə qədər olardı. Artıq neçə ildir bunlar mənə kira haqqı vermir. Təhvil təslim aktı yoxdur. Fövqəladə Hallar Nazirliyindən sənəd var. Onu 2025-ci il fevralda, 10 fevral 2025-ci ildə sənəd götürmüşəm oradan ki, o binada yaşamağa icazə yoxdur, qətiyyən icazə yoxdur. Oradan sənəd götürmüşəm, mən bunları məhkəməyə də verdim. Bunlar neçə min mənə pul borçludular artıq. 10 min manatdan çox mənə artıq pul borçludular. 2023-cü ilin oktyabra daxil olmağına bugünkü günə qədər bunlar hələ mənə kira haqqı verməyib. Mən kirayələrdə yaşayıram. Onlara görə nə qədər ziyana düşmüşəm. Hədsiz dərəcədə çox ziyana düşmüşəm. 1-2 min manat. Ancaq mən oradan borç tapıram, kirayə haqqı ödəyirəm, faiz ödəyirəm, kredit götürmüşəm, onlardan ötürü. İndiyə qədər hələ mənə heç bir pul verməyiblər. Nizami rayon məhkəməsi işə baxıb, qərəzli olaraq Umra Əliyeva heç bir əsas gətirmədən mənim əleyhimə qərar çıxardıb, mənim əleyhimə yox, dövlətin əleyhinə qərar çıxardıb. Ona görə ki, Fövqəladə dövlətindir də, Fövqəladə Hallar Nazirliyi. Fövqəladə Hallar Nazirliyindən mənim əlimdə sənəd var. O sənədi təqdim eləmişəm məhkəməyə 10 fevralda. Təqdim eləmişəm məhkəməyə. Onu təqdim eləməyimə baxmayaraq 5 mart 2025-ci ildə Umra Əliyeva qətnamə çıxardıb ki, o evdə yaşamağa icazə var. Axı orada icazə yoxdur yaşamağa. Fövqəladə halların sənədi var ki, orada hətta 2024-cü ildə yanvarın 31-də onlar cərimə olunublar. Onda cərimə olunublar. Bir də martın 3-ü 2025-ci il orada 9-cu mərtəbədə qonşuda yanğın olub. Yanğın olanda bunların pajarlı sistemi olmayıb. Elə bir şoranq olmayıb da yuxarı çıxıb söndürməyə. Orada da bir cərimə yazılıb onlara. Cərimələr yazılır. Hələ həmin ayda 2 gündən sonra da mənim əleyhimə qərar çıxardır ki, məhkəmə köçüb yaşaya bilər də. Yəni, mən elə bir iddiamı təmin eləməyib, əsassız olaraq. Heç bir səbəb də gətirmir. Səbinə xanım, siz apellyasiya məhkəməsinə müraciət edirsiniz? Hal-hazırda apellyasiya məhkəməsinə vermişəm. Bugün apellyasiya məhkəməsi idi. Məmməd Məmmədli idi baxan. Hakim indi hələ ki davam edir. Ayın 17-sinə qədər təxirə salınıb. Məsələ ilə bağlı Yeni Ailə MMC ilə əlaqə saxladıq. Şirkətdən TNS-ə bildirildi ki, sakinlərin iddiaları tamamilə əsassızdır. Mən bir soruşun görün, onun neçə kvadrat evi var idi? Kvadrat idi, 20 kvadrat var idi soruşun. Səbinə xanıma üzr istəyirəm, şirkətə verdiyi kvadrat 20-25 kvadrat olub hanım. O da müvafiq qaydada 20% əlavə olunub, vətəndaşa ev verilməlidir. 30 kvadrat. 20% eləyir 6 kvadratda, 36 kvadrat şirkət ona ev verməli idi. Verib 58 kvadrat, təmirli və kirayə pulu ilə bir yerdə. Bitib qutarıb, təmir olunub, bitib qutarıb, Səbinə xanım bu evi yer durmaq istəmir, müxtəlif bəhanələrlə iş uzadır, pul tələb edir, onun öz işidir. Yəni, biz şirkət tərəfdən onun nə öhdəlik götürülmüşsə, hamısı təmin olub, Səbinə yer durur, ona görə gedib verib məhkəməyə. Biz də o evi ona verməyiz. Xanımın evi təmir olunub, bitib. Təhvil təslim olmayıb da, ancaq belə bir məsələ. Təhvil təslim olmayıb da, indi Səbinə xanım o evi təhvil götürəcəkdir, o 5 dəqiqədə biz ona kirayə pulu vermiş. Hansı şirkət ona razılaşır? 2021-ci ildən mənə ödəniş olunmur. 2021-ci ildə o ev hazır idi. Təhvil götürərdi də, indi götürməyibsə biz neyini xanım? Yox, elə ona görə biz istəyirdik ki, aydınlaşdıraq bu məsələni, çünki tək tərəfli yanaşmaq istəmədik. Amma mənim başqa şikayətçilər də var, onlar da Nizami rayon məhkəməsinə müraciət ediblər. İndi neyiniyək ki, indi onu Səbinə xanım şikayət eləmişdi. Sizin də bizim şirkətdə edəcəyik, yəni belə. İşte məhkəmədədir. Başqa nəsə sual
halımız var indi. Heç bir problem yoxdur deyirsiniz. O iddialar əsassızdır. Təbii ki, onun haqlı olub olmamağın qərar verir. İşi verib məhkəməyə, iş məhkəmədə düzdürmü? Apellyasiyada bəli. Bu ölkənin qanunu, qaydası, qanunu məhkəmə sistemi var. İndi məhkəmənin qərarı nə olacaqsa, üzərində ona inşallah. Şikayətçilik üçün də çoxdur, haqsızlıqlar çox elə. Eyni zamanda 58.13 deyiblər, mən ekspert gətizdirmişəm, ölçdürmüşəm, evin təmiri üçün də ekspert gətizdirmişəm, təmir tamam təmirdir və eyni zamanda 58.13 deyil, 50.22 kvadratdır. Bunlar mənim evimdən 7 kvadratdan çox kəsiblər. Onunla da bağlı İnzamı Rayon Məhkəməsinə artıq sənəd vermişəm, artıq iddia ərizəsi vermişəm. Siz həm kompensasiyanı istəyirsiniz, ödənilməmiş məbləğin ödənilməsini tələb edirsiniz, eyni zamanda kəsintinin bərpa olunmasını. Hələ ki, kompensasiya üçün heç bir şey eləməmişəm, heç bir ərizə yazmamışam. Hələ kompensasiya sonra yazacağım, o növbəti mərhələdə olacaq. Mən hal-hazırda vermişəm ki, təmir üçün kvadratı 300 manatdır, çünki minimum kvadratı 300 manatdır təmirin. Təmirin minimum 300 manatdan 58.13-ün hesablasınlar, versinlər. Eyni zamanda 7 kvadrat, 7.22 kvadratda mən evimin kvadratından kəsirlər. Ekspert gətirmişəm, ekspertin də pulunu vermişəm, eyni zamanda onlardan tələb edirəm o pulunda. Ekspertin pulu evin ölçülməsinin puludur və 7.22 kvadrat evi kəsirlər. Onun da ortalama qiyməti, elə bil təmirli formada qiyməti, çünki onlar mənə müqabilədə təmirli yazırlar. Təmirli formada qiyməti 3500 manatdır. 3200 manat elə bir binanın qiymətidir, həmin binadakı evin qiymətidir. 300 manat da onun təmirinin qiymətidir. 3500 manatdan hesablasınlar, 7.22 kvadratını mənə versinlər. Hazırda yeni tikilmiş binada yaşayış var yoxsa? Var, çox adam keçirdilər, qanunsuz. Cəmaatı elə keçirdilər ki, cəmaata kirayə haqqını verməyiblər, kəsiblər kirayə haqqını. Cəmaatda gedib neynəsin, başqa çıxış yolu yox idi, qalmağa da yerləri yox, pul da vermirlər. Bizim bir qonşumuz var, dedi 2 ildir mən qalıram, 2 ildir mən pulunu vermirlər kirayə haqqımı. Kirayə haqqını da vermirlər, cəmaatı məcbur edirlər ki, binalara köçsün. Şirkət rəsmisi mənə deməyib, pul verməyəcəm. Mənə yalandan deyir ki, verəcəyik, bir də ondan sonra telefondan heç birinə cavab verməyiblər. Deməli, icra hakimiyyəti, Nəsimi rayon icra hakimiyyətində biz olduq 2024-cü ildə, 2024-ün may ayında olduq, Ramiz müəllimin mavin qəbulunda, 2024 idi səhvlənən, 2024-də olduq, Ramiz müəllimin qəbulunda, qayıtdı dedi ki, var ki, köçündə ora, dedim, var icazə, deyəndə baxdı üzümə, heç nə demədi. Dedi, deyirəm ki, bəs Sərə prezidentində sərəncamı var falan, və siz bilmirsiniz buna ki, icazə yoxdur o binalarda, təhvil təslimdə, özü qanunda da yoxdur axı. Heç nə deməkdir, yox, mənim prezidentin sərəncamından heç xəbərim yoxdur. Ramiz mənim deyir mənə, mavi, mənə dediyi söz o da. Deyir, heç prezidentin sərəncamından mənim xəbərim yoxdur. Halbuki cənab prezident sərəncamı var ki, tikinti şirkətləri, vətəndaşları çox incidir. Bundan başqa da deyir, yəni ki, orada qanun, yəni Fövqəladə Hallar Nazirliyinin axıb, məndə sənədi var. Nazirliyin əleyhinə Qumru Əliyeva, Nizami rayon məhkəməsinin hakimi Qumru Əliyeva çıxardıb, qətnamə çıxardıb. Qətnamə çıxardıb ki, köçüb yaşaya bilər, yəni iddianı təmin eləmir. Mövzunu hüquqi çərçivədə araşdırmaq üçün hüquqşünas Ayxan Məmmədli ilə danışdıq. O, sənədlərə əsasən sakinlərin haqlı olduğunu bildirir. Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin təqdim etdiyi sənəddə açıq şəkildə bildirilir ki, sənəddə yeni inşa edilmiş çoxmənzilli binanın istismarına hələlik icazə verilməyib. Bu isə o deməkdir ki, bina yaşayış üçün rəsmi olaraq istifadəyə buraxılmayıb. Qanunvericiliyə əsasən istismara qəbul edilməmiş binada sakinlərin məskunlaşdırılması yol verilməzdir. Buna görə də sakinlərin mənzillərə köçmədən imtina etməsi tam əsaslıdır. Şirkətin bu səbəbdən kompensasiya ödənişini dayandırması hüquqi baxımdan düzgün deyil. Təhvil təslim aktı imzalanmayıbsa və bina istismara qəbul edilməyibsə, yaşayış başlanmış sayılmır. Bu sənəd sakinlərin təhlükəsizlik narahatlıqlarını rəsmi şəkildə təsdiqləyir. Məsələ ilə bağlı müvafiq qurumlar hüquqi prosedurları tamamlamadan köçürülmə həyata keçirilə bilməz. Şirkət bütün sənədləri tamlaşdırmadan və binaya rəsmi icazə alınmadan heç bir məcburi addım ata bilməz. Vətəndaşların hüquqları dövlət orqanlarının sənədləri ilə qorunmalıdır.
Nəsimi rayon ərazisində evi 4 il əvvəl sökülmüş sakinin yeni mənzilinin sahəsinin əvvəlkindən kiçik olması ilə bağlı şikayəti hüquqi və inzibati baxımdan bir neçə məsələni gündəmə gətirir. Belə hallarda əsas hüquqi sənəd tərəflər arasında bağlanmış müqavilədir. Əgər müqavilədə mənzilin sahəsi konkret göstərilibsə, bu rəqəm əsas götürülür. Çıxarışda göstərilən rəqəmlə müqavilə arasındakı fərq texniki səbəblərlə bağlı ola bilər. Lakin bu fərq tərəflər arasında razılaşmanı dəyişmir. Şirkətin mənzil təhvil verilmədiyi halda 2 ildir sakinlərə kompensasiya ödəməməsi isə qanunla əsaslandırıla bilməz. Çünki tərəflər arasında təhvil təslim aktı imzalanmayıbsa, yaşayış rəsmən başlamış sayılmır. Bu halda şirkət öhdəliklərini davam etdirməlidir. Digər tərəfdən, əgər Fövqəladə Hallar Nazirliyi binada yaşayış üçün təhlükə olduğunu rəsmən təsdiqləyibsə, sakinlərin köçməkdən imtinası hüquqi baxımdan əsaslıdır. Bu cür aktlar dövlət orqanı tərəfindən qəbul olunduğuna görə onun hüquqi qüvvəsi var. Belə vəziyyətdə nə şirkət, nə də digər qurumlar sakinləri yaşayışa məcbur eləyə bilməz. Əgər bina təhlükəlidirsə, sakinlərin təhlükəsizliyinə zəmanət verilməyincə oraya köçürülməsi məqsədəuyğun deyil. Mülki məcəlləyə əsasən vətəndaşa əvvəlki mənzillə eyni və ya daha yaxşı şəraitdə yeni mənzil təqdim olunmalıdır. Əks halda bu məhkəmə mübahisəsinə çevrilə bilər. Bu kimi hallarda ekspertiza təyin olunaraq mənzilin sahəsi, yaşayış üçün uyğunluğu və texniki göstəricilər araşdırılmalıdır. Sakin müqavilə və faktiki təqdim olunan mənzillər arasında uyğunsuzluq olduğunu sübut edərsə, şirkət və ya əlavə sahə verməli, ya da maddi kompensasiya ödəməlidir. Şirkətin kompensasiyanı dayandırması yalnız təhvil təslim aktı imzalandıqdan sonra mümkündür. Aktı imzalamadığı müddətdə sakin hələ də öz mənzilini qəbul etməmiş sayılır. Bu isə onu göstərir ki, şirkət öhdəliklərini tam yerinə yetirməyib. Digər tərəfdən sakinlər aktın imzalanmasından əsassız imtina edirlərsə və bina yaşayış üçün tam yararlıdırsa, bu halda məsuliyyət onların üzərinə düşə bilər. Lakin Fövqəladə Hallar Nazirliyinin rəsmi aktı varsa, bu əsas hüquqi arqument sayılır. Belə vəziyyətdə müstəqil tikinti və təhlükəsizlik ekspertizası da tələb oluna bilər. Hər iki tərəf hüquqi məsləhət almalı, mümkün halda qarşılıqlı razılaşma yolu ilə problemi həll etməlidir.